hansının içərisində şəlalə dövr edirik. Boya sektorunda əsas 3 məqama biz diqqət ayırmışıq. Ən vacib məqamlardan biri insan sağlamlığıdır. İkinci məqam ətraf mühitin təmizliyidir. Üçüncü isə məhsulun keyfiyyətidir. Bu üçün birləşdirərək biz belə bir kabin düzəltmişik, hansının içərisində şəlalə dövr edirik. Bu kabinin əsas özəlliyi nədən ibarətdir? Biz boya məhsul üzərinə boya vuran zaman tozcuqları ki var, hansı ki məhsul üzərinə dəyinir, onlar geri qayıtmır və ventilasiya vasitəsilə də çölə çıxmır. Birbaşa dəyir şəlaləyə, şəlalə də onu çöküzdürür vannanın dibinə və vannanın dibində çöküntü olaraq qalır. Sonra biz onu iş prosesi bitəndən sonra biz onu xüsusi qablara yerləşdiririk və anlaşdırılmış şirkətlər ki var, hansı ki belə bir məhsulun utilizasiyasına məşğuldurlar, onlara təqdim edirik. Onlar da bunu fabrikdən kənarlaşdırırlar.